İranın ali lideri Əli Xameneyinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir. Bunu İsrail rəsmisi The Times of Israel açıqlamasında deyib. Hadisənin dəqiq vaxtı və istifadə olunan zərbə vasitələri barədə əlavə məlumat verilməyib. Reuters agentliyi də Xameneyinin öldüyünü və nəşinin tapıldığını yazıb. The Times of Israel yazır ki, İsrailin baş naziri Benyamin Netanyahuya Əli Xameneyinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim olunub. Məlumata əsasən, İsrailin bu səhər İrana qarşı həyata keçirdiyi hücumların ilk dalğasında Xameneyinin olduğu bina hədəfə alınıb. Beynəlxalq zülmkarlara unudulmaz dərs verəcəyik. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Larijani sosial şəbəkə hesabında yazıb. O, İsrail və ABŞ-ni sərt tənqid edib. Siyonist cinayətkarların və Amerikalıların hərəkətlərindən təəssüflənirik. Cəsur əskərlər və böyük İran milləti beynəlxalq zülmkarlara unudulmaz bir dərs verəcək. Qeyd edək ki, paylaşım İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin öldürülməsi iddiaları fonunda edilib. Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı bəyanat, regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq deyə Xarici İşlər Nazirliyindən bildirilib.